Niyə bu influencerlər, məşhur müğənnilər markaları çox getmir? Onları da bilirsiniz də, hamısının özünün kosmetika markaları olur, ya dəriyə qulluq marka sabunları, şampunları, kremləri olur. Niyə uzun müddətli getmir? Çünki onların mənbəyi yoxdur. Bax, onlarla bir düşünürəm ki, onların məsələn tanıdığım markalar var ki, bir də baxıram ki, onlar getmir də o şey. Amma Forever Living görürsün necə illik uzun müddətli bir markadır. Çünki Forever Living şirkəti dünyanın 170 ölkəsində 48 illik fəaliyyət göstərir. Məhsulu özü əkir, özü becərir. Aloe veranın plantasiyaları özünə məxsusdur. Tarla özünə məxsus, zavod özünə məxsus. Hətta şirkətin gəmiləri özünə məxsus, limanlar özünə məxsus, tırlar var, böyük Forever'ın tırları özünə məxsusdur. Yəni hər bir şey şirkətin özünə məxsusdur. Ona görə bu qədər uzun müddətli bir işə sahibdir, ömrə sahibdir. Mənim sizə təklifim bax budur ki, belə bir şirkətləri seçin həmişə. Seçəndə həmişə o markanı alanda da onu həmişə belə markalar seçin ki, niyə bu uzun müddətlidir? Yəni bir aloe veranın stiki var, qol altısı 48 il ki dünyada istifadə edirlər onu. 48 ili nə deməkdir? Bir diş macunu 48 ildir var. Bax belə bir anlıq bunu düşündüm ki, bunu sizlə paylaşım və sizin fikriniz də mənim üçün çox vacibdir. Sizcə niyə elə olur?